Bugünkü mövzumuz ədəbi ödəyicisi tərəfindən qayma fakturanın göndərilməsi, geri qaytarma qayməsinin yazılması və ƏDV depozit hesabı ilə tanışlıq mövzusu olacaq. İlk mövzumuzda biz sizdən elektron qayma fakturanın göndərilməsini artıq öyrənmişik. Elektron qayma faktura gördüyümüz bölmədən təqdim etmə vasitəsilə yazılıb, digər vergi ödəyicilərinə göndərilirdi. Təqdim etmə bölməsini vurduqda biz elektron qayma fakturanın bir sıra növləri ilə qarşılaşırıq. Bizim və digər mühasiblərində adətən günlük həyatında ən çox istifadə olunan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qayma fakturadır. Bundan əlavə ekranda gördüyünüz digər elektron qayma fakturanın növləridir. Malların, işlərin, xidmətlərin komitentdən agentə verilməsi, agent tərəfindən malların subagentə təqdim edilməsi, malların emala yaxud saxlamaya verilməsi, dəqiqləşdirmə barədə elektron qayma fakturalar, alınmış avans ödənişləri barədə elektron qayma fakturalar da qaymənin digər növlərinə aid edilir. Siz də gələcəkdə işlədiyinizdə gündəlik olaraq ən çox istifadə etdiyiniz malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qayma fakturadır. Məlumat xarakterli bunlar haqqında onu danışa bilərik ki, malların, işlərin vəkalət verən tərəfindən, yəni komitent tərəfindən agentə verilməsi qayma fakturası hansı hallarda istifadə olunur? Fərz edin ki, 3 müəssisə var. A müəssisəsi, B müəssisəsi və C müəssisəsi. A müəssisəsi burada komitent, B müəssisəsi agent, C müəssisəsi isə subagent adlanacaq. Yəni, A müəssisəsi B müəssisəsinə satdığı məhsulları B müəssisəsi hər hansı bir C müəssisəsinə təqdim etdikdə, A-nın B-yə təqdim etdiyi məhsullar komitentdən agentə, B-nin C-yə təqdim etdiyi məhsullar isə agentdən subagentə təqdim edilmə barədə elektron qayma faktura ilə rəsmiləşdirilir. Qaytarma istisna olmaqları dəqiqləşdirilmiş barədə elektron qayma faktura nədir? Burada əsas məsələ qiymət artımı və qiymət azalması ilə bağlı dəqiqləşdirmələrin təqdim edilməsidir. Yəni, bura daxil olduqda görəcəksiniz ki, məsələn, bizdən hər hansı bir səbəb soruşulur. Qiymət artımı yoxsa qiymət azalması? Düşünün ki, bir qayma göndərmişsiniz, 10 ədəd kitab satmışsınız və kitabların hər birinin vahidinin qiyməti 10 manat olaraq qeyd olunub. Burada düşünürsünüz ki, kitab qiyməti 15 manat olmalı idi, qiymət artımı olaraq dəqiqləşmə verirsiniz və yaxud da qiymətlərdə eniş olub siz bunu baxmadan qayma fakturanı rəsmiləşdirmişsinizsə, qiymət azalması olaraq bunu seçib, qaymənizi yenidən yazıb göndərirsiniz. Ümumi qaydada digərlərində təqdim etmə bölməsində alınmış avans ödənişləri var ki, bunu da ilk dərsimizdə danışmışdıq. Avans ödənişləri müqavilə ilə rəsmiləşdirilir, yəni ödəniş şərtlərində qeyd oluna bilər ki, iş bitməmişdən əvvəl sifarişçi icraçıya 50%lik bir avans ödənişi təqdim etməlidir. Belə olduğu halda işi görən şəxs, yəni icraçı, öz müştərisinə avans ödənişləri barədə elektron qayma faktura təqdim edir ki, həmin avans qayməsi əsasında avans ödənişini ala bilsin. Biz isə bugün hal-hazırda ƏDV ödəyicisi tərəfindən ƏDV-li bir qayma yazacağıq. Qayma formatları Drive-a yüklənib, siz də Drive-dan qaymaları yükləyib tanış ola bilərsiniz. Keçirik elektron qaymalardan hər hansı bir misal olaraq qayma işləyirik. Hal-hazırda gördüyümüz qaymaya əsasən biz 3 ədəd fərqli modeldə konteyner almışıq və ümumi onların sayı 54 ədəddir. Bir ədəddir, digəri 3 ədəd və sondakı 50 ədəd. Və bu aldığımız konteynerləri başqa bir müəssisəyə satacağıq. Belə olduğu halda biz elə normal qaydada malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron qayma faktura seçə bilərik. İlk növbədə gəlirik, hər hansı bir müəssisə seçirik, tutalım Marvel Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyət. Obyekt məlumatı demişdik ki, zəruri deyil, yazılmaya da bilər. Keçirik əsas hissəyə. Bu hissədə isə yenə eyni qaydada ilk dərs öyrəndiyimiz formada içini doldurmağa başlayırıq. Bizdən ilk növbədə tələb olunan malın kodudur. Malın kodu isə bizim aldığımız qaymədə artıq ekranda 3-cü sütunda əks olunur. Biz bu kodu kopyalayıb
Malın kodu bölməsində yerləşdiririk və mühərrikli ventilyator, yəni kondisionerləri seçirik. Malın adı isə Fisher Konditsioner 12000 BTU. 3 ədəddir və vahidin qiyməti 360 manat 16 qəpikdir. Ölçü vahidi ədəd, miqdarı 3, vahidin qiyməti isə 360 manat 16 qəpik. Aksiz dərəcəsi və aksiz məbləği tətbiq edilməyəcək. Aksiz dərəcəsi və məbləği spirtli içkilər, tütün məhsulları, neft məhsullarına daha çox tətbiq olunur. Bizim bu bölməmizdə hələ ki aksiz barəsində danışmayacağıq. Yol vergisi isə yenə eyni qaydada. Bizim keçən dəfə öyrəndiyimiz formatda bu hissədən əlavə digər hissələr olduğu kimi var idi. Bu dəfə isə məhsul ƏDV ilə satılacaq, çünki müəssisə ƏDV ödəyicisidir və satdığı məhsul da ƏDV-yə 18% dərəcə ilə cəlb edilir. Məhsullar vergi məcəlləsinin 164 və 165-ci maddəsinə əsasən ƏDV-yi 0 dərəcə və ƏDV-dən azad olunan formasında qruplaşdırılır. Bunları biz sizlə gələcək dərslərimizdə öyrənəcəyik. Və gəlirik məhsulun cəmi məbləğini ƏDV-yə 18% dərəcə ilə cəlb edilən bölməsində yazıb əlavə edirik. Əlavə etdikdən sonra ekranda gördüyünüz kimi 1080 manatlıq bizim kondisionerlərin əsas məbləği idi. 360 manat onun ƏDV məbləğidir və ümumi məbləğ artıq 1274 manat 99 qəpikdir. Eyni formada gəlirik məhsullarımızın digərlərində qaymaya əlavə edirik. Bu dəfə olacaq Fisher Konditsioner 18000 BTU. Bir ədəddir 592 manat 37 qəpik. Və yenə eyni qaydada yazdığımız məbləği ƏDV-yə 18% dərəcə ilə cəlb edəcəyik. Son olaraq isə Fisher Konditsioner 24000 BTU. Bu kondisionerdən isə artıq 50 ədəd idi və vahidinin qiyməti 750 manatdır. Və 37500 manatlıq məbləği də biz yenə 18% dərəcə ilə cəlb edəcəyik. Və ümumi məbləğimiz bizim 46223 manat 99 qəpik, ƏDV məbləğimiz isə 7051 manat 11 qəpik təşkil etdi. Nümunə götürdüyümüz qayma formasında açıb baxsaq, görərik ki, burada da yekun məbləğ 46223 manat, ƏDV məbləği isə 7051 manat təşkil edir. Və son olaraq əsas biz nəyə qeyd etməliyik? Bu qaymənin göndərilməsinin bir əsasını, yəni müqavilə nömrəsi ola bilər, təhvil təslim aktı ola bilər, qiymət razılaşma protokolu ola bilər. Fərz edək 23 mart 2025-ci il tarixli 34 saylı müqaviləyə əsasən. Əlavə qeyd bölməsinin doldurulması mütləq deyil, boşda saxlaya bilərik. Bundan sonra biz imzala və göndərə vurub qayməni Marvel Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmiş oluruq. Hal-hazırda isə bunu imzalamayacağıq, qaramada saxlayıb çıxırıq. Qayma faktura bölməsindən biz bir il ərzində və yaxud da hər hansı bir xüsusi dövr üzrə satdığımız, aldığımız məhsulları, xidmətləri görə bilərik. Bunun üçün gəlirsiniz filtr bölməsindən, seçirsiniz qaymələrin formasını, yəni statusunu. Burada bütün statusları da seçə bilərsiniz. Xüsusi statusları da seçib analizlərinizi apara bilərsiniz. Hər bir adından göründüyü kimi özünü bildirir, yəni təsdiqləndi statusunda olanlar hal-hazırda aldığınız və özünüz tərəfindən təsdiqlənmiş qaymələrdir. Təsdiq gözləyir ekranda gördüyünüz formada. Məsələn, Azərbaycan Avtomobildən 17 aprel 2025 tarixində bir qaymə gəlib, amma sistem tərəfindən təsdiqlənməyib, biz də təsdiqləməmişik. Buna görə statusu təsdiq gözləyir formatındadır. Filtr bölməsindən biz aşağı hissədən
hər hansı bir tarixdən, məsələn, mart ayının 1-dən mart ayının 31-nə qədər olan hissənin göndərilən qaymələrini görmək istəyirik. Bunun üçün Excel enter vururuq. Qaymələr üzrə, qaytarılmış mallar və ödəyicilər üzrə xanası çıxır. Qaytarılmış mallar adından göründüyü kimi qaytarılmış qaymələr üzrədir. Adi tək qaymələr üzrə odur ki, satış etdiyimiz qaymələr ekrana çıxır. Ödəyicilər üzrə isə satdığınız məhsulların ümumi bir məbləği bir ödəyici üzrə çıxır. Yəni siz Marvel Azərbaycana bir ay ərzində 15 qaymə göndərmisinizsə, 15 qaymənin hər birini görmək istəyirsinizsə qaymələr üzrə seçirsiniz. Ödəyicilər üzrə, yəni Marvelin ümumi bir ayda bizdən aldığı məhsulların məbləğini görmək istəyirsinizsə, ödəyicilər üzrə seçib Excel-ə indirirsiniz. Qaymələr üzrə vuraq. Açılan Excel formatında yenə də siz Excel bilikləriniz əsasında analizlərinizi aparıb müəssisənin cari vəziyyətini görə bilərsiniz. Hal-hazırda biz 1 mart 2025-dən 31 mart 2025-ə qədər olan hissəni görürük və ümumi malların ƏDV-siz dəyəri var, bir də ƏDV-li məbləği var. Burada göndərilən malların bir ay ərzində 28.000, ƏDV qarışıq görmək istəyiriksə 30.906 manat olduğunu görürük. Yəni müəssisə bir ay ərzində 30.936 manatlıq satış edib. Bu bizim elektron qayma fakturaların ƏDV ödəyici tərəfindən yazılması idi. Keçid edirik ƏDV depozit hesabına. ƏDV depozit hesabı nədir və ƏDV depozit hesabındakı gördüyünüz 5095 manat məbləğ hardan formalaşır? Biz bayaq sizinlə başqa bir vergi ödəyicinə qayma yazdıq, göndərdik və bu qayməmizin məbləği də 46223 manat etmişdi və ƏDV məbləği 7051 manat idi. Bizim burada gördüyümüz 46.000 məbləğin hamısı bizim bank hesabımıza köçmür. Yəni, bizim əsas məbləğimiz 39.172 manat bizim bank hesabımıza gəlir. Yerdə gördüyünüz 7051 manat, yəni ƏDV məbləği bizim depozit hesabımıza köçür. Və həmin məbləğlər mədaxil olunduqca bizim depozit hesabda olan məbləğ artır. Və depozit hesabdan olan məbləğlə biz ekranda gördüyünüz 3 təyinat üzrə ödəniş edə bilirik. Başqa bir subutçot hesaba, büdcəyə və idxala görə gömrük idarəsinə. Bunlar hər biri ayrı aralıqda hansı mənanı kəsb edir? Digər subutçot hesaba köçürmə nədir? Fərz edək ki, bu qayməni biz yazmış olmuruq, bu qaymə bizə yazılmış olur. Yəni biz qarşı tərəfə 39.172 manat ödəniş etməliyik, bunu bankımızdan daxil olub edirik. 7051 manat isə ƏDV depozitinə qarşı tərəfini ödəməliyik. Belə olduğu halda şərt deyil ki, biz ümumi 46.000 manatı öz bankımızdan ödəyək. Biz bankımızdan 39.000 ödəyib, yerdə qalan 7.000 manatı ƏDV depozit hesabından digər subsot hesaba köçürə bilərik. Bunun üçün bizə nə lazımdır? Ödəniş edəcəyimiz şirkətin VN və ödəniş edəcəyimiz qaymənin serial nömrəsi. Gəlirik bizə gələn qaymələrə, məsələn, Gear Group. Müəssisənin VN-ni kopyalayırıq və göndərdiyi elektron qayma fakturanın serial nömrəsini götürürük. Gəlirik ƏDV depozit hesabımıza, yeni götürmə edirik, digər subsot hesaba seçirik. Müəssisənin VN-nə kopyaladığımız VN-ni yazıb yüklərəcəyik. Ödəniş məbləğini isə hələ qeyd etmirik. Gəlirik birinci qaymənin serial nömrəsini götürürük. Daha sonra plusa vuraraq qayməni əlavə edirik. Və bizim qayməmizin ƏDV məbləği ekranda ayrıc olaraq görsənir. Daha sonra burada çıxan ƏDV məbləğini biz gəlib bura yazıb, təyinat hissəsində isə qaymənin serial nömrəsini yenidən qeyd edib ödənişimizi tamamlayırıq.
hal-hazırda tamamlamırıq, bunu imtina edirik. Yerdə qalan büdcə və idxala görə ƏDV köçürülməsi isə nədir? Büdcəyə görə olan ƏDV ödənişi adından da göründüyü kimi dövlət büdcəsinə köçürülür. Sadəcə olaraq hansı hallarda baş verir? Hər bir müəssisənin dövlət büdcəsinə bir öhdəliyi var. Yəni, ay sonunda, rüb sonunda və yaxud da il sonunda qazandığı gəlirə, mənfəətə görə dövlətə vergi ödəyir. Fərz edək ki, adından daxil olduğunuz müəssisə mənfəət vergi ödəyicisidir və il sonunda dövlətə 10.000 manat vergi öhdəliyi yaranır. Həmin 10.000 manat vergi öhdəliyini müəssisə bank hesabından yox, ƏDV depozit hesabından da ödəyə bilər. Bunun üçün büdcəyə xanası seçilir. Xəzinənin müəyyəni Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsidir. Büdcə təsnifat koduna isə mənfəət vergisinin kodunu yazıb axtarışa verir. Digər hüquqi şəxslər üzrə mənfəət vergisi, ödəniş məbləği isə 5.000 və yaxud da hər hansı bir məbləğ olaraq qeyd edib dövlət büdcəsinə ödənişini tamamlamış olur. Və yerdə qalan idxala görə ƏDV köçürülməsi. İdxala görə ƏDV köçürülməsi isə gömrük orqanına olan köçürmələrdir. Burada ödəniş edəcəyimiz gömrük orqanının müəyyənləri çıxır. Xaçmaz Gömrük İdarəsi, Biləsuvar, Sumqayıt, Hava, Bakı, yəni sərhəddə olan rayonlarda hansılarda ki gömrük idarəsi varsa biz onlara ödəniş edə bilərik. Məsələn, Bakı Baş Gömrük İdarəsinə nə əsasında ödəniş edirik? Müəssisəmiz hər hansı bir X xarici ölkədən, tutaq ki, Almaniyadan bir müəssisə adına avtomobil alıb. Avtomobilin ümumi dəyəri 10.000 manatdır, ƏDV dəyəri 1800 manat təşkil edib və biz 1800 manat ƏDV-ni istəyirik depozit hesabımızdan ödəyik. Belə olduğu halda biz gömrük bəyannaməsi üzrə ödəniş edə bilərik və yaxud da hələ ki malımız gömrükdən keçməyib, gömrük rəsmiləşdirilməsi aparılmayıbsa, əvvəlcədən ödəniş seçərək avans ödənişi həyata keçirə bilərik. Ödənişin təyinatına isə xarici şirkətlə bağladığınız müqavilənin tarixini qeyd edə bilərsiniz. Tarixli 5 nömrəli kontrakt məsələn. Yazıb ödənişinizi tamamlaya bilərsiniz. E-qaymələrdə Excel-ə çıxarış olduğu kimi ƏDV depozit hesabından da siz hər hansı bir tarixdən digər tarixə seçərək məlumatlarınızı Excel-ə eksport edə bilərsiniz və yenə də ƏDV depozit hesabına edilmiş ödənişləri ayırıb analizini apara bilərsiniz. ƏDV depozit hesabı bu qədər. Keçid edirik geri qaytarma qayməsinin yazılmasına. Geri qaytarma qayməsi nədir və hansı hallarda yazılır? Siz hər hansı bir müəssisədən, məsələn, Lift Media qrupdan bir mal almalısınız ki, həmin malı geri qaytarasınız. Biz hal-hazırda xidmət almışıq deyə bu qayməyə baxmayacağıq. Gədəbəy mineral suları. Slavyankadır. Slavyankadan 10 ədəd 19 litrlik su alınıb və məhsullar bizə təhvil verildikdən sonra biz görmüşük ki, suların ikisində hər hansı bir zədə var, yəni boş qab gəlib, iki məhsulu geri qaytarmaq istəyirik. Bunun üçün nə edirik? Götürürük yenə də müəssisənin ÜN-ni kopyalayıb boş bir əraziyə yazırıq və bir də geri qaytaracağımız məhsulun yerləşdiyi qaymə fakturanın nömrəsini. Hər ikisini boş bir əraziyə yazdıqdan sonra keçid edirik qaytarma bölməsindən malların qaytarılması barədə elektron qayma fakturanın yazılmasına. Qəbul edən vergi ödəyicisi kim olacaq? Slavyanka olacaq, Gədəbəy mineral suları. Qeyd etdik və davam edirik. Açılan bölmədən biz geri qaytaracağımız məhsulun yerləşdiyi qayma fakturanı axtarışa veririk. Bunu mal üzrə də apara bilərik, qaym üzrə də apara bilərik. Biz hal-hazırda qayməni seçdiyimizə görə qaymənin seriya nömrəsini yazacağıq və axtarışa veririk. Qayməmizin, məhsulumuzun yerləşdiyi qaymə ekrana çıxır, seçib davam eti vururuq və açılan
məhsulların sırasından geri qaytaracağımız məhsulu seçirik. Slavyanka 19 litr dispenser və sağa doğru hərəkət etdikcə biz görürük ki, 10 ədəd Slavyanka almışdıq. Bunun neçə ədədini geri qaytaracaqsa, həmin rəqəmi ora əlavə edirsiniz. Fərz edək ki, ikisində problem olduğu üçün ikisini geri qaytarırıq. Vahidin qiyməti 3.39 olduğundan 6.78 cəm məbləğ elədi. Və ƏDV məbləğinə doğru gəldikcə görürük ki, ƏDV-yə cəlb edilən bölməsində 33 manat 90 qəpik qalıb sistemin yaddaşında olan. Amma biz 33 manat 90 qəpiyin hamısını geri qaytarmırıq. Sırf 6 manat 78 qəpiklik hissəni geri qaytaracağımız üçün burada 6.78 əlavə edirik. Və ən sonda qaytarma səbəb olaraq yararlı və yaxud da yararsız seçə bilərsiniz. Məhsul zədəli, hər hansı bir defekt formadadırsa yararsız və yaxud da yararlı hansı hallarda olar, məhsul almışsınız, istifadə etməmisiniz və müddəti keçməyib, müqavilə ilə də nəzərdə tutmuşsunuz ki, məhsul 3 aydan sonra satılmadıqda onu geri qaytaracağım və yararlı adından geri qaytarırsınız. Son olaraq əsas hissədə isə bu məhsulun geri qaytarılması barədə akt tərtib olunur və yaxud da elə aldığınız müqavilə əsasında qayməni geri qaytarırsınız. Fərz edək ki, biz yazırıq 23 nömrəli 18 aprel 2025 tarixli akta əsasən və yaxud da 23 nömrəli 01 mart 2025 tarixli alqı-satqı müqaviləsinə əsasən. Əlavə qeyd yazmaya da bilərsiniz, boşda saxlaya bilərsiniz və yaxud da burada gördüyünüz kimi qeyd edib məhsulun yararlılıq müddətinin bitməsi, lazımi keyfiyyətdə olmaması və yaxud da hər hansı bir digər məlumatı qeyd edib göndərə bilərsiniz. Biz isə bunu da göndərməyəcəyik, yenə də qaralamada saxlayıb çıxacağıq. Sonda qaralamada 2 dənə qayma saxlamışdıq deyə, ikisini buradan seçib, silə vurub qaymələrimizi silirik. ƏDV ödəyicisi olaraq sistemə daxil olduqda digər vergi ödəyicilərindən fərqli olaraq ekranda birbaşa ƏDV depozit hesabında olan məbləğ açılır. Bunu sistemə özünüz daxil olduqda görəcəksiniz. Məktublar bölməsi vergi orqanı ilə edilən yazışmalar nəticəsində burada yaranır. Siz hər hansı bir məlumatı vergiyə göndərdikdə, vergidən hər hansı bir məlumat sizə gəldikdə məktublar bölməsində siz bunu görəcəksiniz və yaxud da digər vergi ödəyicisinə göndərilən və yaxud da digər vergi ödəyicisinin sizə gələn məktublarda yenə eyni qaydada burada yer alacaq. Məsələn, digər vergi ödəyicisindən bizə nə gələ bilər? Artıq ödənilmiş vəsait bəradə məktub və yaxud da rekvizit dəyişikliyi ilə bağlı məktub. Bunlar hamısı özünün məktublar bölməsində yer alır. Bəyannamələr bölməsində müəssisənin təqdim etdiyi əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi yer alacaq. ƏTV depozit hesabı sizinlə tanış olduğumuz bölməkdir. Qayma fakturalarda həmçinin eyni qaydada. Ərizələr vergi orqanına təqdim edilən ərizələrdir. Buradan siz müəssisə ilə bağlı, məsələn, ƏDV qeydiyyatının ləğv edilməsi, cari vergi ödəmələrinin hesablanması, hüquqi şəxsin fəaliyyətinin bərpası, dayandırılması, bölünün fəaliyyətinin dayandırılması və yaxud da digər arayışlar haqqında məlumatlarınızı bu ərizələr bölməsində alacaqsınız. Bunları növbəti dərslərimizdə hər birini ayrı aralıqda keçəcəyik. Ödənişlər, paketlər və digər bölmə. Paketlər bölməsində siz toplu şəkildə yazılan qaymələrinizi göndərə bilərsiniz. Ödəniş bölməsində isə məcburi dövlət sosial sığorta, işsizlik, icbari tipli sığorta, həmçinin vergi ödənişlərinizi, mənfəət vergisi, sadələşdirilmiş vergi ödənişlərini buradan birbaşa kart vasitəsilə edə bilərsiniz. Şirkətə məxsus olan biznes kart vasitəsilə. Müəssisə ilə bağlı digər şəxsi məlumatlar gördüyünüz bu profil şəklində əks olunur. Burada müəssisənin əsas məlumatları, yəni
ÜNÜ-nin qeydiyyat tarixi, gördüyümüz müəssisə, məsələn, Alfa Qrup məhdud məsuliyyətli cəmiyyət 2018-in dekabrında yaradılıb, xalçaların pərakəndə satışı ilə məşğuldur. 2019-cu ilin oktyabrından ƏDV qeydiyyatına keçid eləyib. Filialları yoxdur, postterminalı var və postterminallar burada qeyd olunur hər bir mütləq qaydada. Obyekti fəaliyyət göstərdiyi obyektlərdir. Biri ambar saxlamadır, biri pərakəndə satışla məşğul olduğu yerdir. Kassa aparatları yenə eyni qaydada onlayn və offlayn olmaqla iki yerə bölünür, hamısı göstərilir. Lisenziyalar hər fəaliyyət növünə tətbiq edilmir. Məsələn, ola bilər ki, bina tikintisinə məşğul olmaq istəyən bir hüquqi şəxs var. Bina tikintisi üçün ayrıca lisenziya tələb olunduğu üçün həmin lisenziyanı müəssisə aldıqda lisenziyalar bölməsində öz əksini tapacaq. Bank hesabları müəssisənin hansı banklarla işlədiyini görə bilərsiniz. Yapı Kredidir, Kapital Bankdır, Ziraat Bankdır, Rabitə Bankdır, Paşa Bankdır. Müəssisə demək olar bütün banklarla işləyir. Reyestr məlumatları müəssisənin dövlət qeydiyyat tarixidir. Mükəlləfiyyətlər isə ödəməli olduğu vergilər. Əlavə dəyər vergisi, mənfəət, əmlak və həmçinin vahid bəyannamə DSMF ilə bağlı. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə hüquqi şəxsin qeydiyyatını sizlə öyrənəcəyik.